Həyat, bolluq, gözəllik, məhəbbət rəmzi nar. Al-qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilib. Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin al-qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi, şirin qoxusu ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Nəsil, soy artıran meyvə kimi müqəddəs hesab olunan nar bütün türk xalqlarının, həmçinin Azərbaycan türklərinin həyat və məişətində, folklorunda və mifik görüşlərində geniş yer tutur. Ulu Türkün düşüncəsi cənnət nişanəsi olan nar həm də gözəllik, məhəbbət, sevgi simvoludur, insanlara həyat bəxş eləyən nemətdir. Təsadüfi deyil ki, nar ağacının, onun meyvəsinin, taca oxşar çiçəyinin rəsminin ən çox istifadə olunduğu yer ölkəmizdir. Nar və onun gül çiçəyinin, yarpağının rəsmi orta əsr miniatürlərində, təsviri sənət nümunələrində, milli xalçalarda, toxuculuqda, geyimlərdə, bədii tikmələrdə, qab-qacaq bəzəklərində öz əksini tapıb. Azərbaycanın memarlıq irsinin ən görkəmli abidələrindən biri sayılan Şəki Xan Sarayının divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilib. Bunların arasında nar ağacının təsviri interyerə xüsusi gözəllik verir.